Dəvələrə minirik dostlar, yavaş-yavaş dəvə səyahətimiz başlayır. Ola bu nə zülümdür, biz gedirik qardaş. Riyad, vəziyyət nətərdir qaqa? Bomba kimi. Getdik. Salam dəyərli dostlar, dəyərli izləyicilər. Tanger şəhərində ikinci günümüzdən sizləri salamlayıram. Qalxdıq, gəldik və bir maşın götürdük. Rentakardan belə bir maşın aldıq. Çünki biz sabah Fez şəhərinə gedəcəyik. Maşınsız olmur burada da. Ümumiyyətlə Mərakeşdən maşınsız alınmır. Bu məkan mənə şeyi xatırlatdı. Azərbaycanda o rayonlara gedirsə, o Kürdəmirdə zatda bu restoranın adı ki bir kafedir. Kafe deyil, öyle restorandır, çox gözəldir. Xüsusən özəlliyi ondan ibarət ki, Mərakeşin milli mətbəxin yeməkləri təqdim olunur. Belə yeməklər var. Biz Tanjir. Tanjir Marokko. Marokko. Milli mətbəxinin yeməyi olan Tanjirdir. Ya, thank you. Bax belə isti şeylərdə saxlanılır. Beautiful. Tanjir. Beautiful Tanjir Marokko. Tradisyonel. Milli yemək olan Tanjir. Bu da Tanjir'i. But today not as couscous. Couscous chaque vendredi. Okay. Bunlar daha çox fransızca, İspanyolca və ərəbcə danışırlar. Bax burada da ətlər var belə. Bunların şişləri bizim şişlər kimi deyil. Mal əti, qoyun əti, toyuq əti, sigara işi. Dediyim kimi o bizim o rayonlara gedərkən, şəhərlərə gedərkən o yol üstündəki olan restoranlar kimidir. Belə. Biz yavaş-yavaş sifarişlərimizi verək, yeməklərimiz gəlsin, onları da çəkək. Demək, dəyərli izləyicilər, salatlarımız gəldi. Nə qədər ki, salatlar yeyilməyib, mən onları indidən çəkeyim. Mərakeş salatıdır, bax. Tun balığı, avokado var, səhv eləməmiz içində, xiyar var, yumurta var, çahı var, pomidor var, soğan var. Çox gözəl. Yavaş-yavaş yeməklərimiz gəlsin. Hamısını çəkək, göstərək və dadına bax. Evet, balgar var idi. Ağaç metkası olub deyəsən baba. O qoşça hamısı. Was a sniper. Çayları bax belə süzürlər burada. Yavaş-yavaş yeməklərimiz gəldi, kabablar. Bizim də desə acıkası və pomes. Meat or lamb? Meat. Ah, meat. It's cow. Yes. Yeah. Mother. Yeməklərimiz belədir. Adət. It's okay, very nice. Thank you. Pomesimiz var, bu acıqamız var, çörəyimiz. Belə. Yavaş-yavaş mən bunları test eləyəcəm. Yavaş-yavaş başlayaq yeməklərimizə. Mənim qabağımda nə? Pomesdən olsa həmişə dədə-baba qaydası ilə, kababı belə. Kedalod nə? Bu ciyərdir. Ciyər kababıdır. Ciyər deyəsən. Burada belə mango soku var. Düylər də var belədir. Sadə. Acıqası görək efendim. Çox qəşəng. Acıqalar sərt deyil. Demək dostlar, yeməkdən çıxdıq. Yedik, kəmərin altını bərkitdik və gəldik Kapspartel deyilən bir məkana. Hansı ki bu yer çox gözəl bir mənzərədir. Bu yer Atlantik okeanla Aralıq dənizini birləşdirən bir nöqtə kimi deyilir. Çox gözəl yəni dostlar, çox möhtəşəm bir görüntüdür. Bax burada turistlər üçün suvenirlər, hədiyyələr satılır. Yerli Mərakeşə və Təncirə aid olan suvenirlər satılır. Demək, burada bir dənə belə bir qəşəng mağara kimi bir yer var. Gedirik ora. Mənzərə isə möhtəşəmdir də, yəni mənzərə doğrudan da belə həqiqətən superdir. Gözəlliyə baxın. Möhtəşəm. Burada bax belə mağara var orada. Onun altına yığılır insanlar.
Sağ tərəf Aralıq dənizidir. Bu tərəf isə Atlantik okeanıdır. Bax burada həm ərəbcə yazılıb, səhvəmsə həm də ingiliscə deyil. Belə. Bax belə bir qartaldır. 15 dirhəm verir. Dəvələrə minirik dostlar, yavaş-yavaş dəvə səyahətimiz başlayır. Rafael oturdu, Riyad. Uğurlar! Dur. Oh! Yalla dur. Ola bu nə zülümdür, biz gedirik qardaş. Bomba kimi. Riyad vəziyyət nətərdir qaqa? Allah haqqı, getdi deyəndə. Atlantik okeandan sizə belə bir gözəl bir mənzərə. Gün batımı möhtəşəmdir burada. Dostlar, demək gəldik, çıxdıq Herkules mağarasının yanındayıq. Mərakeşin Təncə şəhərində yerləşir. Mağara əsasən kiliç daş qayalarından formalaşır və sahilə açılır. Dalğaların təsiri ilə yaranmışdır. Milli və tarixi əhəmiyyəti adının Yunan mifologiyasının qəhrəmanı Heraklesdən alır. Yerli əfsanəyə görə Herakles buraya dincəlməyə üçün gəlmiş və Atlantik okeanı ilə Aralıq dənizi arasında Qibili Tarik boğazını yaratdığı vaxt bu mağarada dayanmışdır rəvayətə görə. Herkules burada şiri belə parçalayır. O möhtəşəmdir də yəni bu. Herkulesin adına olan mağaranı da ziyarət elədik. Demək olar ki, gəziləcək və görüləcək yerlər bitdi. İnşallah sabah artıq yolumuz Fes şəhərinədir. Dostlar, demək gəldik axşam yeməyinə. Mərakeşə məxsus olan belə deyək, küçə yeməyini test eləyək. Fast food, Snack Bueno. Və içərisi də belədir, balaca bir kafedir. Salatlarımız gəlib. Gördüyünüz kimi və bu da bunların vitrini belədir. Bax belə toyuq ətidir, ciyərdir, sasiskadır. Test eləyək də bunu sizlə beraber yeməklərimiz gələnə qədər. Çünki uşaqlar acdır. Başa salat. Bu da milli kişilərdir. Görək bunların milli fast foodu nə vaxta hazır olub gələcək. Fast foodlarımız gəldi. Bu məncə daha dadlı və maraqlıdır. Ona görə ki, təbii ətdir. O elə vitrinə götürür, sveji pişirir, verir. Belə bir görünüşü var. Bu da sosudur, orada da soku var. O belə bir şeydir. Dadlıdır.
Vitrində təbii ət gözün qabağında sveji əti götürür, təzə bişirir və dadı da çox gözəldir. Yəni digər Amerikanski fast foodlardan 1000 qat yaxşıdır. Hə, yəni içində toyuq ətidir, ciyərdir, krevetkadır. Qarışıq elədim. Demək dostlar, gəldi bir dənə balaca bir dənə kafeteriyadır burada Təncirdə. Coffee shop, o da yaxşı söhbətdir. Bəli. Olsun. Demək bunların milli kofesi var. Cafe Noir adlanır. Cafe Noir adlanır. Zəhmət olmasa təniş. Bax bu birinci. Baba orada hazırlayır dostumuz. Kofeləmiz var belə balaca. Birinci dabdadır. Oo, çox sərtdir. Çox sərtdir. Amma fərqli düşürüm. Təbii ki, desəm də ki, gün bitdi, ancaq buna rəğmən hələ ki şəhərdəyik, qarşıma maraqlı bir şeylər çıxdıqca onları çəkib sizlərə göstərəcəm. İzləməyə davam edin.